Tanınmış ekspert İlham İsmail saxlanılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, o dələduzluqda ittiham edilir. Belə ki, İlham İsmailoğlu Cavidan İsmailzadə vasitəsilə zərər çəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min Amerika dolları olan Range Rover imiş. İlham İsmail Emin Məmmədzadədən ilkin olaraq 20 min Amerika dolları, 34 min manat alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən Emin məsələ ilə bağlı polisə şikayət edib, dələduzluq faktı ilə əlaqədar İlham İsmail barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü xeyli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əldə etdiyimiz son məlumata görə İlham İsmail artıq sərbəst buraxılıb. Məlumata əsasən məhkəmənin qərarı ilə onun barəsində həbs növündən olmayan digər qəti imkan tədbiri seçilib.